Məşhur bir kinorejissor və aktyorun qızı, yeganə övladı ilə bağlı ki, onu Rusiyada görülüb, niyə oradadır, niyə bu vəziyyətdədir, nəyə görə o Azərbaycandan tərk edib gedib, nəyə görə o bugün Azərbaycanda deyil, onun açıq görüntülərini ekranlara gətirmək istəyirəm, video görüntünü. Şəxsiyyət vəsiqəsini hələ verməyin, zəhmət olmasa. Amma atasını oxşuyur. O niyə Azərbaycandan gedib, uzun müddət bundan əvvəl gedibdi. Azərbaycanda nəyə görə küstü getdi? Küstü getdi ümumiyyətlə, nə baş verdi? Ev eşiyi olan adam niyə görə belə bir acınacaqlı, belə bir vəziyyətdədir? Niyə qaçır? Çox maraqlıdır ki, niyə qaçır? Hətta xaricdə yaşayan həmvətənlərimiz, Rusiyada yaşayan həmvətənlərimiz ona nə qədər kömək əlini uzatmaq istəsələr belə, o heç kimdən kömək qəbul etmir və çəkilir, yox olur, gedir, gizlənir, qaçır, yerini dəyişir. Bəlkə Azərbaycandan da ona rəsmi olaraq da dəstək olmaq istəyiblər. Mən indi hal-hazırda sizə təqdim etmək istəyirəm şəxsiyyət vəsiqəsini də. O, Azərbaycanın çox məşhur, çox tanınmış bir aktyoru və kinorejissoru, Ögey Ana filmindən tanıdığımız Ceyhun Mirzəyevin qızı. Bəli, bizə belə deyilib. Mən təbii ki, onun yeganə bir övladı olduğunu bilirdim. Məhz bu görüntülər bizə təqdim olunubdur. Allah Ceyhuna rəhmət eləsin. Amma bildiyim qədərilə qızı hər kəsdən qaçır.